Yemek üstünde. Sabah paylaşacağım Gaga, sabah paylaşacağım. Bugün tak giydi. Saat 11-12'de paylaşıyor atım için pencerede. Gaga bugün yadımdan çıkıp sabah paylaşacağım. Saat adasa günorta radeleri paylaşacağım. Üstünde dana kıymetli. Aldı pişirdi, içer pişirdi. Boşaldık buradan çıktıyca, buradan özü süzecek, süzecek geçecekti. Pişiyimi kırtladım uşaqlar, pişiyimden bir bit bile çıktı. Bile diyelim, bir bit var itdə də. İtimi qonşum vəfa təmizlədi, temizlədi. Ne yaz? Baboş, ha. Kimiydi o yazan? Okuyamadım. Özün de oradan. Seninle küsmüşüm. Özde belki sebepte ki dünən sağa neçə dəfə zəif vurdum, aşmadın. Dubara gittin renkanın canlısına orada yazıram. Mada niye küsmüyüm ki hakkımdır. Saat 5 dəfə yığdım mənim zəngimi. Görsən mənim zəngimi görmürsən. O da ən böyük hörmətsizlikdir. Peki elə bir dilim ağzı, peki elə bir qılçam qırılı verəsənə yardım istəyirəm. Deyim, Sikoriya zəng elə gəlsin. Bir açdı səni 4 dəfə 5 dəfə yığmışam. Dubarədə WhatsAppda yazıram. O hörmətsizliyi mən deliyərəm. Əvəz olarıq. Sən də nəysə indi bir nəsə olar, nəysə olar zəng eləyərsən, mən də həmən zəngi açmayacağım. Meşhurda yazılıb, oxuyub cavab verməyəcəm. Onda bax ki, bu necə olur. Adamın təsir edir. Yəqin elə bir pul zat istəyəcəm, ona görə. Qaçır. Bednəni dünən yığırdım. Aşmadı. TikTok'ta da yazdım. Azlar yazdı, ne yazdı bilmirəm. Girdim ki şeyin renkanın canlısındadır. Ben de orada yazdım ki benim bana yazdı azlar. Forsuna bak. Forsum niye time tuşumdu? Küsmeye de hakkım var. Özü siz niye karışırsınız ki? O bilər, mən bilərəm. Deyir jetona görə axtarır məni. Peki abi birdən ki oyunum olursa zəng eləmişəm ki gəl. Bu 4 PK'da. Həyatı boyu maniti dəfə yazlar onu çağır demişəm ola bilməz. Özü görür içindən gəlsə atacaq. O insanın içi var. Oyun maraqlı gələndə onun içindən gələndə atacaq. Mən səni jetona görə axtarmıram. Düzdür, mənə çox dəstək olursan, dammaram o günü oyunu partlattın, qoydun ora. Söhbət udmağımla getmirik, qazandırdın məni. Sıralamaya düşdüm sayəndə, bəlkə də aylarındandır ki, sıralamaya düşmürdüm. Deyil, ses attım ha. Bugün ses attım ha. Baxın. Bilemem. Eşit beni. Yanında kadın vardı. Kadınla ne eğilirsen. Bak sen oğulda götürmüşsün ben. Eşit oğul dedetliydi. Dedesen bu kadar gibi. Ne olur kızışma. Bak ne içsen benden. Benim yanında kanım var idi. Kanı senin artık mı? Milyon kadar artık. Doğuzlarını zənnədi. Sen yanında xanım var deyin, açdınız sənin qadın yığmır, kişi yığır. Nətər yanında xanım var idi, renkanın can... Uy! Ağzından eli yaxdı. Nətər renkanın cansının yanında xanım vardı ki, renkanın canlısındaydın? Bir onun bana cevabını ver. Sen baboş. Davas, ne dersin? Ha bu oka niye atmışsın ha? Açma gerek. Ha? Yine ne kuş Ya sen de kuştan marka aydınlatıflar. Ne olmuş ama? Yine kuş Pirimi işlemeyi sözlü de görüm ne değilse. Niye pirime ihtiyacım yok? Neyine Bu şeyde diyardın da, telefonda diyardın da, efirde niye diyardın? Vallahi hiç kime de dememişim. Bir tane yakın Lemana demişim. Daha Hiç kimse bilmiyor. oğlum xəyanət edib sən at bol verib iman sevmiş ha? Bağar mısın? Ondan getmirik söhbət. Deyəcəm burada demirəm ama. Hadi. Yo.
Orada Sən, dedim. və sən niyə demisən Lama? Mən onun sözünü necə deyim? Özü istəsə desin. Ha. Yox, nə söz? Diyarəm. Dağarmışam. Dağarmışam da. Təhqir eləmişəm, dalınca danışmışam, dağarmışam. Bilən bilir də, nə olub ki? Timaya qısqanmışam mən. Hətta sen onunla getmişsin be. O saat deyirdi ki sen milyonun var, banka pul korsan sen de benim adımı verdin ki. Sən zarafat elə qız. Ne zarafat et, cemaat elə bilir ki, benim banka pullar koymuşam, ne varmışam. Aa, gitsən sən o ciddiyə almışsan. O bizim ben olmadığım canlı. Ay bilən bilir ki, hamı bilirdi ki, zarafat gitsən deyil. Deməli nəsə var. Qız səni, deyil zarafatdır da. Mən deyir ki, bu ev səndə ipoteka ilə də ayda 5.000 verirsən. Hə dedim, deyib də, hə nə olsun? Neyse ha. Başın ona görə blok atmısan. Bir-birdir. Blok atıp beni, şimdi koyun başa. Gün neyse, otuz olur. Ben de diyorum ne olub ha? Söymüşəm, təkbir eləmişəm, nağarmışam. Zarafatdır da edirik. Ama bir iki zarafatdır. Yumurta 3-3 yiyirsə. Sağ ol. Yok, ne atma, çok sağ ol. O gün attın da, her gün. Sen bana izləyicilərdən soruş görsən mənim haqqıma girmişsən. Tez elə üzr istə məndən. Özünü istiyorum ki. Sen özüm dileyecektim. Ya. Səbəbsiz yerə mənə durub blok atmışsan. Ya qızlar, eləmirəm makyaj. Valla düz dedik də. Uşaqlar bu nədir? Bu başladı, tema bilirsiniz də. Yaxşı, söyleme bitmir. Yağı, primeşdir axı. Ben de, çok sağ ol, Allah çok sağ ol. Tema kahlamana ilişir, cahma boşa ilişir, cahmana ilişir. Gələcəm də yanına. 7 milyon qazanlar. Mənə heç kəs ilişə bilməz. Mən ona sözümü demişəm. Yo, mən bilirəm zarafat edir. Yox, ümumiyyətlə də zarafat falan filan. Ne o sizin alanınız? Ona söz deyirsən, şəxsi də belirli. Əşi eləyirik də davad eləyirik ki, biraz canlı qalsın. Ne olub yenə? Nöqtə sayı yazılı ayıb olacaq. Zarafat olur da. Bilsən, baboş düz deyir. Burada bəzən elə zarafatlar var ki, insanlar onu ciddi qəbul Ay edir. sağ ol, mən də onu deyirəm də. Sonra onunla povur götürüb başqa yerdə paylaşırlar ki, belə-belədir. Hamı bilir də zarafat eləyir də. Hamı bilir də. Kim bilir? Sən də temasan. Ayaqsız mən görməmişəm, mən ona qarışa bilmərəm. Mən baboşa da şəxsi də dedim ki, baboş dedim demədim, dedim nə şey edirsən, zarafat edirlər də. Həqiqi zarafat edir də. Dedim zarafat edirlər, ciddi deməzlər, inanma. O mənim işim gücüm qutarıb da. Dako, bizə gələndə bunda sağ şey verəcəm, içərsən. Su. Buradan doldursan, buradan içəcək. Yaxşı da verdi, sən can atma, nə olur. Allah haqqı istəmirəm çörək haqqı. Olsa gələcəm orada, onda şey. O nədir? Sağ ol, bir də su qabıya baxın. Ya, buradan içi qutararsan, buradan süzəcək. Doldurarsan. Baboşlara gedirsən. Ara gedirsən. Şeyə gedəcəm mən, nədir onun adı? Qazaxstana, Bedinin yanına bir həftə gəzdirəcək mən orada. Deməli, Qazaxstanda baba